Bizə çox xoş oldu sizi növbəti dəfə Tarix Muzeyinin konferans zalında görməyə. Bildiyimiz kimi bu il Xocalı soyqırımının 33-cü il dönümüdür və biz bugün bura yığışmışıq. Xocalı faciəsinin il dönümünü sizinlə bir yerdə bir daha yada salacağıq. Bir daha bu soyqırımı, bu faciəni yaşayıb və il dönümünü qeyd edəcəyik. Bugünkü tədbirimiz çıxışlar olacaq, sonra isə bədii hissələ davam edəcək. İndi isə istəyərdim Xocalı soyqırımı qurbanlarını və şəhidlərimizi bir dəqiqəlik sükutla yada salaq. Çox sağ olun, əyləşin. Bugünkü qan yaddaşımız Xocalı tədbirində istəyərdik tədbiri giriş sözü ilə dəvət edək. Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və Təhsil Proqramları şöbəsinin müdiri Fəridə xanım Şəmsiyə. Əziz və hörmətli tədbir iştirakçıları, sizi Milli Azərbaycan Tarixi Muzeyində salamlayıram, gəldiyinizə görə dərin təşəkkür edirəm. Bildiyiniz kimi bizim bugünkü tədbirimiz Xocalı faciəsinə həsr olunur. Bu İranlı dəhşətli faciədən 33 il keçir. Müharibənin öz qanunları var və bu qanunlara görə uşaqlara, qocalara, xəstələrə əl vurulmamalıdır. Lakin Xocalı faciəsi bütün bu qanunları puç etdi. Bu sözün əsli mənasında soyqırımıdır. 33 il keçməsinə baxmayaraq bugün bütün dünya bu faciədən danışır. 1994-cü ildə Azərbaycan Respublikasının prezidenti Ulu Öndər Heydər Əliyev fərman imzalayıb və bu fərmana əsasən Milli Məclisin qərarı ilə 26 fevral Xocalı soyqırım günü elan olunmuşdur. 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Xocalı Ədəbiyyat kampaniyasına start verilib, sayt istifadəyə verilib və orada Xocalı şəhidlərin adları yerləşdirib və orada bütün Xocalı faciəsinin haqqında bütün məlumatlar var. Və bu kampaniyası çərçivəsində bütün dünyada müxtəlif tədbirlər təşkil olunur və bizim muzeydə də hər il biz bu tarixi qeyd edirik, müxtəlif tədbirlər, müxtəlif sərgilər həyata keçirdirik və bizim bugünkü tədbirimizin çərçivəsində fotosərgi də sizə biz təqdim edirik. Bu fotosərgidə 36 fotoşəkil nümayiş olunur. Həmin fotoşəkillər Azərbaycan Fotoqrafların Birliyinin arxivindən bizə verilib və fotoların müəllifləri Mirnaib Həsənoğlu, Şahvələt Eyvazov, Xalid Əskərov, İlqar Cəfərov və Alek Litvindir. Və bu sərgi Azərbaycan Fotoqrafların Birliyinin 36 kadr layihəsi çərçivəsində həyata keçirilir. Həmçinin bugün bizim tədbirimizdə çox maraqlı bədii proqram sizə təqdim olunacaq. Bu bədii proqramda Günay Uşaq Teatrının tərəfindən səhnələşdirilmiş Xocalı adlı tamaşa sizə təqdim olunacaq və bu tamaşa Zərəngiz Dəmirçinin Cavab bir poemasının əsasında səhnələşdirilmişdir və tamaşanın rejissoru Larisa Tarusova. Qeyd etmək lazımdır ki, bizim muzeydə Xocalı faciəsini əks etdirən müxtəlif əşyalar, eksponatlar saxlanılır və ekspozisiyada nümayiş olunur. Və həmin eksponatlar haqqında sizə məlumat bizim əməkdaşımız, baş mütəxəssis Aynur Xanbabayeva verəcək. Diqqətinizə görə çox sağ olun. Bir daha salamlayıram tədbir iştirakçıları, qonaqları və bir daha biz həmən günü bugün yada salırıq, yaşayırıq o qanlı günü. 1992-ci ilin 26 fevralı, yəni 25 fevral 26-sına keçən günü. O günü bizim soydaşlarımızın çəkdiyi o acıları, o faciəni, yəni biz onu təsəvvürümüzə belə gətirə bilmirik.
bilmirik. Çünki bu soyqırım dünyanın, bəşəriyyətin insanlığa sığmayan və 20-ci əsrin misli görünməmiş dünyada ən soyqırım, ən acı, ən amansız soyqırım aktı baş vermişdir. Və bildiyimiz kimi yaşlı, qoca, xəstə, uşaq, hamilə qadınlara hətta aman verməyiblər və həmən günü 613 nəfər öldürülmüşdür, qətlə yetirilmişdir. 1275 nəfər girib götürülmüşdür və onların içərisindən 150 nəfər itkin düşmüşdür. Bəli, həmən günü bu qış axşamında, bugünkü kimi bu qarlı, çoğunlu havada insanlar, Xocalı sakinləri öz isti evlərindən, yurtlarından, yerlərindən didərgin düşmüşlər. Bəs nəyə görə? Yəni, qonşu bildiyimiz Ermənistan, erməni işğalçıları tərəfindən bir məskən, bir kənd yerlə yeksan olunmuşdur. Və bunların iddiaları nə idi? Bu Qarabağ müharibənin ən qəddar səhifəsi idi. Ermənilər qadınlara və uşaqlara, qocalara və xəstələrə rəhm etmədən hamını güllələrək, süngərdən keçirmişlər. Azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən 100 illər boyunca planlı surətdə həyata keçirilmiş soyqırım siyasətinin əsas mahiyyəti və xalqımızın öz doğma torpaqlarından sıxışdırılıb çıxartmaq və fiziki cəhətdən məhv etmək yolu ilə ərazilərə mifik Böyük Ermənistan dövləti yaratmaqdan ibarət olmuşdur. Azərbaycan Respublikasının Milli Məclisinin fevralın 26-sını Xocalı soyqırımı günü kimi elan edilmişdir. Və hər il fevralın 26-sında Azərbaycan xalqı Xocalı soyqırımını, qurbanlarını, xatirəsini yad edir. Ulu öndər istərdim ümummilli liderimiz Heydər Əliyevin sözlərinə toxunum. Heydər Əliyev Xocalı faciəsi haqqında demişdir. Bütövlükdə Azərbaycan xalqına yönəldilmiş Xocalı soyqırımı öz azadlığımız, qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən də onun təşəbbüsü ilə Xocalıya ədalət kampaniyası nəticəsində artıq dünyanın bir neçə ölkələrində Xocalı soyqırımını tanıyıb və onun dəhşətli soyqırım aktı kimi qəbul edilmişdir. Və qeyd edildiyi kimi bizim Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımını əks etdirən bir neçə eksponatlar, materiallar qorunub, nümayiş elətdirilir və fondlarda mühafizə olunur. Siz ekranda da görürsünüz, indi muzeyin fondunda, təsviri incəsənət fondunda qorunmuş bu əsərlərdir. Bu, Milli Azərbaycan Tarixi Muzeyinin təsviri və incəsənət fondunda qorunan Xocalının Mahmud Çəlabovun Xocalı tablosudur. Gördüyünüz bu yuxarıda, aşağıda isə Xocalı faciəsi adlı rəsm əsəridir. Digər şəkillərdə bəli, bu isə gördüyünüz Tarix Muzeyinin ekspozisiyasında, Xocalıya həsr olunmuş ekspozisiyasında vitrində nümayiş olunur. Bu kitab 1992-ci ildə buraxılmışdır. Adı Xocalının sonuncu günüdür. Digər isə burada Xocalı faciəsini əks etdirən foto şəkillər görürük. Xocalı soyqırımı qurbanları. Digər, bu gördüyünüz maraqlı açardır. Bu açar 1993-cü ildə
Xocalıda yaşamış, Xocalı sakini Əli Şükürova, Murad Şükürovun evinin açarlarıdır. Hansı ki o Xocalını tərk edərkən, məcburi köçkün düşərkən axırıncı dəfə evindən çıxmış və açarları da özü ilə gətirmişdir Bakıya və Tarix Muzeyinə təhvil verilmişdir. Digər burada siz bu vəsiqəni görürük. Bu vəsiqə də Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir. 1993-cü ildə Xocalı sakini Əli Şükürova verilmiş məcburi köçkün vəsiqəsidir ki, bu da ekspozisiya zalında vitrində nümayiş olunur. Digər gördüyünüz bu foto şəkillər muzeyin Yeqati fondunda qorunmuş, 50-yə yaxın olan Xocalı soyqırımını əks etdirən foto şəkillərdir. Demək, Xocalı soyqırımı bütün zamanlarda bizim Azərbaycan tarixinin qanlı səhifəsi olaraq yaddaşımızda əbədi yaşayır və yaşayacaqdır. Tarix heç vaxt unudulmur və heç nəyi də unutmur. Bizim əsas amalımız, məqsədimiz gəncləri və azyaşlıları, gəncləri Xocalı soyqırımı ilə bağlı maarifləndirmək, təbliğ eləmək və onları bu tariximizi əks elətdirməliyik. Biz Tarix Muzeyinin ekspozisiyasında və həmçinin tədbirlərdə də olsa, əyani də olsa uşaqlara bunları aşılamağa çalışırıq. Və onu da qeyd eləməliyik ki, üstündən 33 il keçməsinə baxmayaraq, 2020-ci ilin Ali Baş Komandan İlham Əliyev və Müzəffər Ordumuz tərəfindən bildiyimiz kimi 2020-ci ildə 8 noyabr tarixində biz işğaldan azad etmişik torpaqlarımızı. Şuşanı və digər işğal altında olan Qarabağın 7 kəndini işğal etmişik və eləcə də ondan sonra da Xocalı və Xankəndi də işğaldan azad olmuşdur. İndi biz sevinirik ki, Xocalı da bizimdir, yəni Xankəndi də bizimdir. Yəni biz fərəh hissi keçirdirik, qürur hissi keçirdirik ki, Allah Xocalı qurbanlarını, şəhidlərimizin qanı yerdə qalmadı və onların ruhu şad oldu ki, indi hal-hazırda bu torpaqlarda yenə də bizim sakinlər, bizim ordumuz addımlayır və orada yenidən bərpa olunub, yerlə yeksan olunmuş Xocalı kəndidir, Xankəndidir. Onlar yenidən bərpa olunur və bütün dünyaya tanıdılır ki, yenə də Azərbaycan öz işğal altında olunmuş torpaqlarını yenidən geri qaytardı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bir daha çox sağ olun deyirəm, diqqətinizə görə sağ olun. Mən istəyərdim indi sözü verək. Azərbaycan Fotoqrafları Birliyinin təsisçilərindən biri, peşəkar fotoqraf və hal-hazırda bu zalda onun öz əli ilə çəkilmiş foto şəkillərdir. Xocalı soyqırımına həsr olunmuş sərgisi nümayiş olunur. Mirnaib Həsənoğlu, buyurun Mirnaib müəllim. Fotoqraflar adətən hansısa bir tədbirdə söz deməkdən söz demirlər ümumiyyətlə və bu günləri Xocalı haqqında belə bir danışmaq qismətim olub. Demək, Xocalı hadisələrinin mənim üçün bugün də fikirləşəndə məni çox sirkələyən bir hadisəsi yadımdadır ki, İndiki təcil yardım xəstəxanasında çəkiliş edəndə 10-11 yaşında bir oğlan uşağı həmin oradan gələnlər idilər. Orada müvəqqəti yerləşdirilmişdi. Kimi yaralı idi, kimi soyuq vurmuşdu, kimi öz anası var idi, anasının yanında idi. Mənim üçün yadımdan çıxmayan bir hadisə oldu. Oğlan heç bir xəsarət zad almamışdı belə üzdən baxanda, amma fotoaparatla orada mən çəkiliş elədim, neylədim və birdən bu uşaq durduğu yerdə bunun elə bir ki, ağzından bir qan fontan vurdu.
Və təsəvvür edirsiniz ki, və mən indi bu saat Xocalı yaralıları haqqında şəkil göstərəndə orada 10-15 şəkil göstərə bildim. Bu mənim üçün elə bir şok oldu ki, mənim üçün o qədər ağır oldu ki, mən özümü indi də həmin uşağın, sonra eşitdim ki, uşaq rəhmətə gedib, o uşağın ölümündə özümü günahkar bilirəm ki, bəlkə o mənə görə bu hissi keçirdiyi, nəsə qorxu keçirdiyi nədir və o həyatını belə bitirdi. Siz burada gördüyünüz bu fotolar Azərbaycan fotoqraflarının çəkdiyi fotolardandır və Alev Litvin artıq bu dünyada yoxdur. Onun bir neçə foto qalıbdır və onu deyim ki, bu fotoları o vaxt Alev Litvin çəkəndə xarici agentliklər çəkirdi və onun çəkdiyi fotoların çoxunun artıq orijinalları da yoxdur. Onlar başqa-başqa xarici agentliklərin arxivindədir. Şahbələt Eyvazov var, burada onun 2 fotosu sərgilənir. O Associated Press üçün çəkirdi və ondan da demək olar ki, çox az fotolar qalıb. Xalid Əskərovun bir fotosu var burada. O da Reuters üçün çəkibdi vaxtilə. Onun da bütün şəkilləri demək olar ki, o vaxtı gedib xaricə Reuters'in arxivindədir. Daha çox burada İlqar Cəfərovun fotoları var və İlqar Cəfərovun çəkdiyi fotolar bugün Xocalı haqqında informasiya vermək birinci mənbəyi kimidir. Və çox fotolar göstərilir Xocalı haqqında, nə bilim, amma onların çoxunun mənbəyi bilinmədiyi üçün biz Azərbaycan Fotoqraflar Birliyi kimi heç vaxt o şəkillərə istinad eləmirik. Biz Fotoqraflar Birliyi kimi müəllifi məmur olan yalnız o fotoları sərgiləyirik və bu günləri bizim 36 kadr layihəmiz çərçivəsində burada 36 kadr sərgilənir və burada daimi mən Ağdama azad olundan sonra oraya getdiyim, gördüyüm yerlərdən biri orada qəbirlər var, qazılır. Ağdamın girişində o vaxt Uzundərə deyilən yer var idi. Orada olan qəbirlər var və o qəbirstanlıq vaxtilə gətirildi, bastırıldı və üstündən qısa bir müddət keçdi. Onların özləri əsir düşmədi, o adamların qəbirləri əsir düşdü. Orada neçə illər, 30 ili erməninin tapdağı altında qaldı həmin qəbirlər. Şükürlər olsun ki, hər şey qayıdıb öz yerinə, ancaq o günlərdən bir acı tarix kimi Xocalı yaddaşımız olan bu fotolar qalıb. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirik Minnay müəllimə. İndi isə istəyirdik sözü verək Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü şairə Zərəngiz Dəmirçi xanım. Buyurun, zəhmət olmasın. Herkese salamlayırım. Bugün bizim için Azerbaycan tarihinde en dehşetli hadise ve bütün dünyada en dehşetli soykırım olan Xocalı şehitlerinin anı günüdür. Xocalı soykırımı fevralın 25'inden 26'sına geçen gece 92. yılda bildiğimiz gibi Rus ve Ermeni hərbi birləşmələrinin, daha doğrusu bədnam qonşularımızın bize təcavüzü ve görünmemiş bir soykırım aktıyla başa çattı. Bütün bir şehir oda qalandı. O ətraf kəndlərdən də hətta çox böyük ziyanlar, çox böyük xəsarət alanlar oldu və bir şəhərdən demək olar ki, az bir səs soraq, az bir insan, 1275 nəfər əsir alındı. 673 nəfər qətlə yetirildi, 25 ailə tamamilə yer üzündən silindi, 18 uşağın hələ də valideynləri bilinmir və ümumiyyətlə bu analogu olmayan bu faciədə insanlığa yaraşmayan cəza üsulları, diri-diri yandırılma, uşaqların axıracaq qanlarını sorub, onları turbuya dolduraraq dağdan aşırmaq və qadınların rəhnindən
Türk olduğuna göre, təhcil Türk olduğuna göre körpələrin götürülüb cidaya taxılması, əskərlərimizin milli ordunun döyüşçüsü olduğuna göre qolu qıçı diri-diri, qolu qıçı kəsilərək boğazından asılması, yəni bu faciə hansı tərəfdən baxsaq, Azərbaycan və dünya miqyasında görünməyən bir faciədir. Hətta faşist Almaniyası belə Xocalda törədilən bu dəhşətləri törətməmişdir. Mən bir qələm sahibi olaraq susa bilmədim. Çalışdım ki, bu məndən sonra gələn nəsillərə çatsın və bizə 31 Mart soyqırımını unutturduqlarına görə bu Xocalı faciəsi baş verdi. Elə zənn edirəm, biz onları təbliğ eləsəydi bizim ata-babalarımız, biz ayıq olardıq, erməniyə qardaş deməzdik, onlara öz ocağımızın başında onlara yer verməzdik. Ona görə mən gələcək nəsillərin bilməsi üçün Cavab Ver adlı bir poema yazdım. Burada bütün geniş, ətraflı bildirmək istəmişəm ki, yəni heç bir günahı olmayan, yəni əlində silahı olmayan günahsız insanların üzərinə ancaq Türk olduqlarına görə bu qəddar düşmənlərimiz belə faciə törətmişdir. Poemamda ən son cavab ver sözünə səni qan içən, sən axı insansan, vəhşi deyilsən, durar gözlərinə töhdüyüm qanlar, sorğusuz, sualsız ölən o canlar, o dilsiz körpələr, qızlar, qarılar, ey cəllad, başına dünya dar olar. Bu sözlərlə ittiham eləmişəm, amma mənim yazdığım əsər Rus dilli bir rejissorun diqqətini cəlb edir. Larisa Tarkusova bizim bəlkə də Azərbaycanda yaşayan ən qeyrətli, Azərbaycanı sevən bir rejissordur. 2009-cu ildən 16 ildir ki, 20-yə yaxın 10 nəsil Rus uşaqlarını, bu tamaşanın mahiyyəti, bu tamaşanın gözlənilməzliyi və yüksəkliyi ondan ibarətdir ki, Azərbaycan dilində bir cümlə bilməyən bu körpələr Larisa xanımın və Günəş Talıblı bizim tamaşanı bal etmək istəyirəm. Günəş Talıbının təhrikinlə, xahişinlə o uşaqlar bu poemanı Azərbaycan dilində nümayiş etdirirlər. Və bu poema əzbərlənə artıq 5 nəsil böyüdü. Böyüyüb orta məktəbi bitirəndən sonra universitetlərə qəbul olan həmin o nəsildən sonra yeni gələn nəsil əvəz olundu. Demək olar ki, 9 nəsil həmin bu poema ilə tərbiyə olundu. Onlar həqiqəti bildirər. Onlar Azərbaycanın haqq tərəf olduğunu bildirər. Onlar həqiqətən də bizim Türk olduğumuz üçün yer üzündən silinmə təhlükəsi qarşısında qaldığımızı, həmin anları, o qara günləri özləri də dərk elədilər və zaman-zaman auditoriyalarda da təbliğ elədilər. Mən bütün Larisa xanımın Günay Uşaq Teatrına, onun kollektivinə və bugün bizə imkan yaratdığı üçün, bu səhnəni bizə bölüşməyə imkan verdiyi üçün Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə xanıma, Fərdə xanım sizə və bütün əməkdaşlara minnətdarlığımı bildirirəm ki, bu yaddan çıxmayacaq bir tarixdir. Mən poemada bir erməniyə görk olsun deyənə, erməni cəllatlarının unutmaması üçün onlara əzizim belə qalmaz, su çağlar selə qalmaz, bir gün yenilər düşmən qisasın belə qalmaz deyə bir mesaj vermişdim. O zamanlar, 30 il bundan əvvəl bu poemanı yazdığım zaman və bizim Ali Başkomandan Prezident İlham Əliyevin qətiyyəti sayəsində 44 günlük zəfər sədamız zamanı biz bu qanun həqiqətən də yerdə qalmadığını və bizim torpaqlarımızın qətiyyətli əskərlərimiz tərəfindən azad olmasının şahidi olduq. Əvvəllər ağlaya-ağlaya mən bura gəlirdim.
Çox böyük həyəcan keçirirdim. O həyəcan yenə də var məndə. Amma mən bugün sevinirəm, şad oluram ki, o torpaqlar artıq Azərbaycan xalqınındır. Artıq Azərbaycan xalqı deyə bilər ki, sən doğrudan da binəsib və kimsəsiz bir yazıq kimi bizə sığınmışdın. Erməni xalqı xalq olaraq deyil, bir toplum olaraq, bir yazıq, miskin bir məxluq olaraq onlar bizim xalqa sığınmışdılar. Amma sonra bizim xalqımızın torpaqları əsasında onlar dövlət yaratdılar, biz xalqıq dedilər. Onlar toplumdular, heç vaxt xalq olmayacaqlar. Vaxt olacaq ki, heç mənim aləmimcə belədir və bəlkə də belə ola bilər. Qafqazda erməni xalqı qalmayacaq, çünki onların vətəni yoxdur. Harada onların üzünə xoş baxırlar, orada olarlar. Artıq bu faciəni ki törədiblər, onlar qala bilməyəcəklər Qafqazda. Çünki onların haqqı yoxdur. Onların bu millətin gözünün içinə baxmağa ixtiyarı yoxdur. Mən elə zənn edirəm ki, bu fidanlar, böyüyən nəsil ayaqlarını yerə möhkəm dayayacaq və torpağına sahib olacaq. Ora İrəvan xanlığı olub, o torpaq bizimdir, Xocalı bizimdir, Xankəndi bizimdir, İrəvan da bizimdir. Mən o günü arzuluram ki, İrəvan şəhəri, Azərbaycan şəhəri kimi orada 3 şəhərli bayrağımız dalğalansın. Əminəm ki, bu belə olacaq. Hər birinizə can sağlığı arzularım, sözümü çox uzatmaq istəmirəm. Siz özünüz tamaşadan görəcəksiniz ki, mənim düşmənə nifrətim nə dərəcələr. Hər birinizə təşəkkür edirəm, gəldiyiniz üçün var olasınız. Azərbaycan tarixinə göstərilən sayğıdır, Xocalıların xatirəsinə göstərilən bir ehtiramdır. Var olun, minnətdir. Çox sağ olun Zəlimtaç xanım. Var olun, təşəkkür edirik sizə. Həmişə yazın, yaradın, var olun. İndi istərdik isə bədii hissəyə keçək. Yəni Zəlimtaç xanımın Cavab Ver poeması əsasında səhnələşdirilmiş Günay Uşaq Teatrının Xocalı adlı tamaşasını sizə təqdim etmək. Qeyd edək ki, tamaşanın rejissoru, bədii rəhbəri Larisa Tarusovadır. Rejissoru və bədii rəhbəri Larisa Tarusovanın rəhbərliyi altında Xocalı tamaşası təqdim olunacaq. Buyurun. Bütün şəhidlərin, günahsız qədlə yetirilmiş qocaların və körpələrin, gənc oğlanların və qızların, qadınların və kişilərin əziz həsr olunmuş Xocalı tamaşasını təqdim edirik. Bu tamaşa Zərəngiz Mənsurovanın Cavab Ver poemasının əsasında hazırlanıb. Tamaşamıza Azərbaycan Dövlət Universitetinin tələbəsi, vətən uğrundan könüllü cəbhəyə yollanaraq canını fəda etmiş Fuad Əsədovun Komandirə məktub şeiri ilə başlayırıq. Niyə götürmüşsən məni ortaya? Cavab istəyirəm mən bu sorğuya. Deyirsən, orada olmamısan sən. Uşaqsın, heç yaşada olmamısan sən. Deyirsən, institut səni gözləyir. Cəbhədə hər adam dal gətirmir. Qulaq as əzizim, yaşım azsa da, bu yaşca böyüyə etirazsa da, mənim də sözüm var bugün deməyə. İnsan yaranmayıb yalnız yeməyə. Bil, mənim yaşımda xətayı şahdır. İskəndər sərkərdə, nadir padşahdır. Koroğlu bu yaşda çıxdı meydana. Teymur gəlləm dedi bütün cahana. Mən misal gətirərəm nə qədər desən, ancaq nə faydası? Özün bilirsin. Bu yaşda ordu da bir bəhanədir. Yersiz rəsmiyyətdir, boş əfsanədir. Sən də qulaq as, dinlə diqqətlə. Qəlbim silahlanır kinlə, nifrətlə. Düşmən üstün gəlsə, qorxu törənsə, inan, nifrət dolu ol püskürər. Patronum qurtarsa, gücüm tükənsə, dişim dırnağımla çəngə girərəm. Mən qoltuq altında yata bilmərəm. Mən qadın leçəyi örtə bilmərəm. Namusdan, qeyrətdən məhrum olanım, fələhə qürura həsrət qalanım. İnstitut diplomu neyinə gərək? Ürək deyanətlə döyüsün gərək. Dünya Şuşa dərdini yaddan çıxarmış, Xocalı fəryadı beynimi sarmış.
Deyirsən komandiri indi neyle? Şirin sözünü lüğətdən silək. Körpə uşaqların ahı, naləsi, nişanlı qızların axır çıkkəsi. Gözümün önündən çəkilmir, getmir. Bu kimi qurtarmır, bu səhnə bitmir. Namusu it yemir, it qeyrətiyle. Dünya baxır dinmir, küt heyətiyle. Düşdü, tapdalandı torpaqlarımız. Odlara qalandı torpaqlarımız. Qocalı səsinə səs verməyənlər, düşmənə layiqli dərs verməyənlər gərək yaşamasın bu torpaq üstə. Əgər deyirlərsə şikəst ya xəstə, mən indi sıxılmış yay misallıyam. Xəyalı qarışıq, qeyri-qallıyam. Məni gəl döndərmə yolundan kişi, qocalı miskini şuşa halıyam. Qulaq as, söyləyim sözümü canım. Qələmi sınaydı, qanun yazanın. Mən artıq qarşına hazır gəlmişəm. Hərbin sirlərindən yərənmişəm. İnstitut olarsa sənin bəhanən, oradan da çıxaram elə bugündən. Niyə götürmüsən mən ortaya? Cavab istəyirəm mən bu sorğuya. Barıt kokulu o yollar, seni
İndi isə xahiş edirəm, Xocalı şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad edək. Allah şəhidlərimizə rəhmət eləsin. Dəhşətli günüm indi də bu günə qədər hatırlayıram. Doğma şəhrimizdən, Xocalıdan qaçdığımız o gün. Ne kadar ki nefes alırım. Bunu hiç zaman unutmayacağım İbrahim. Nenemiz niye ağlıyor? Bilmiyorum. Gel ona soruşalım. Nene xahiş edeyim. Ağlama. Biz seni çok seviyoruz. Ne oldu nene? Ne oldu nene? Bu nece bir gündür? Atamın kanı çok karadır. Ama çok kederlidir. Benim özlerim. Ben ağlamaya bilmirəm. Məhz bugün fevralın 26'sında düz 33 il evvel sizin babanız İbrahim öldürüldü. Nece? Niye? Kim? Ağırlama vermişti. O zaman bizim yaşadığımız doğma Xocalımıza bela geldi. Dert geldi. Faciye baş verdi. Ama siz artık büyümüşsünüz. Bunu bilmek sizin borcunuzdur. Gelin gedək. İndi mən sizə danışım ki, bu necə baş verdi. Kuşlar, kuşlar ne güzel okuyor be 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 be. Ne güzel okuyor. Kuşlar, kuşlar ne güzel okuyor be 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 be. Ne güzel okuyor. Yaşılırım sarı çiçeklerim. Yaşılırım sarı çiçeklerim. Oh oh
düşəndə Bohunval yada düşür. Hatunya, Herasima, neşə od yada düşür. Ölüm heç zaman yaxşı deyə anılmaz. Lakin ölüm var, ölüm kimi. Ölüm var zulüm kimi. Yox, heç kəs ölə bilməz. Xocalı elim kimi. Bu ölümü yurduma kimlər qıydı ilahi? Neydi bu akılların, qocaqların günahı? Bu barbarlar, vəhşilər, tufan kimi əstilər. Bir gecədə yurduma alqana boyadılar. Dığa, haciz, hayistan, yan o soyadlılar. Çaylarım, pek alqanım, sil olub axdı haray. Nə bir əlim yetmədi, nə bir ünüm çatmadı. Həli yalın millətim kesik çəkdi, yatmadı. Sapı bizdən baltalar, silahlar aldılar, döyüşkən mərd Xocalı müdafiəsiz qaldılar. Muhasirə yarıldı, muhasirə darıldı, neçə gündür dal-badal güclü mübahisədir. Eşitmirlər, qanmırlar. Xocalı əldən gedir. Ölüm saçan silahlar. Qocaları, qızları, körpə, sıda qızları biçdi bu namərkahı. Dayan, dayan imansız, tanrısız, yağı düşmə. Bu qırdığın Oğuzdur. Görərsən dağı, düşmən. Yumruğuyla tankların, üste geden erlerim, sinesini odlara, siper eden erlerim. Sizin de günahınız, birçe gündür yatmadınız. Vətəni vətən kimi qorudunuz, atmadınız. Bəli, qorudunuz siz. Əlif kimi qəhrəman, unudulmaz dünyada. Döyüşçü. Sona kadar döyüştü. Neçə dəfə oğullar mövqeyini değişti. Başta Əlif Hacıyev, dalında mərd igidlər. Heyli düşmən öldürüb, yağları güdüblər. Helyalın milleti quruyublar beləcə. Düşmənin qaynağını dağıdıblar o gecə. Ölüm, dirim, tufanı o gün bərqərar olub. İgidlərlə düşmənlər qeyri-bərabər olub. Çingil kimi yağının ortasında tək gülüm. Mərd adını mərd kimi ucaltdı mənim əlim. Neyləsən ki yağıllar? Tamam səfərbər idi. Mənim bədbəxt millətim bundan bir xəbər idi. Bir elli qıldı yağı, min elli qıldı dağı. Azadlıq yağında əbədi ağlana məşəli qıldı yağı. Hocalı da dilədi, gəlmədilər feryada. Hocalı da dilədi, salmadılar heç yada. Soraq gəldi Bakıya, soraq gəldi dünyaya. Yandı, yıxıldı ellər, millət düşdü axlaya. Bakılının yuxusu o gün ərşə çəkildi. Təzə-təzə qəbirlər yabana əkildi.
şəhidlər xiyabanı ağlayan qərənfildir. Yenə də ağı deyib analar saç yoldular. İnsan dənizləri ilə meydanlara doldular. Bu kadar insan, yarın bir yurdu kurmazdı. Yanıp yıkıldı eller. Bizim neyimiz azdı? Gayretimiz, arımız, yoksa servet, varımız, silahımız, ordumuz, hey basılır yurdumuz. Nedir bunun sebebi? Kimdir buna günahkar? Arkasında duran var. Bu global hileni o yanlarda kuran var. O yanlar bu yanlarda, onlarda ve yanlarda, belki daha uzaklara, parmakları tuzakta, daha çok işleyenler, işleyip dişleyenler koy yıkılsın ilahi. Bizi tek onların da yürekleri, kalpleri bir sıkılsın ilahi. Hükmüne inanıram. Bu derdiyle yanıram. Göster gücünü Tanrım. Bir al öcümü Tanrım. Akı sensen yaradan. Bir gebirden de insan. Koy duysunlar hükmünü. Göstermen o günü. Bir balaca jurnalist bu dərdə dözənmədi. Torpaq üstə rahatça, hamıda gəzənmədi. Nələr saldı yadına, nə düşündü bu igid? Həqiqət üçün çırpındı, hey döndü bu igid. Dərhal coşdu, qaynadı, o yerindən oynadı. Düşmənlərin üstünə silahsız gitti Çingiz. Kameranın gözüyle gör neler etti Çingiz. Bax, necə ərdə olsan. Yaşa, var ol, ay ana. Sən özün qəhrəman tək gəlibsən bu cahana. Bir balaca oğlum, hünəri asimanmış, könüllü qəhrəmanlıq özü elə vulkanmış, çəkdi elin dərdini. Kamera yaddaşına. Köyden odlar döksə də dayanmadan başına. Hər körpəyə, qocaya doğma kimi ağladı. Vulkan kimi baxırdı. Tufan kimi çapladı. Neydi bu igidlik? Neydi bu çırpınma? Babək mi dirilmişdi? Dönmüşdü yaddaşına. Neçə qırğınlar, işsiz, soraqsız qaldı. Bu tarihi dəhşəti Çingiz yaddaşa saldı. Əvvəlki qırğınları bizə unutturdular. Xocalı unudulmaz. Çingiz var, kamera var. Çingiz var, həqiqət var. İgidlər torpaq olub, torpağına qarışdı. Göksün üstə qan gölü, Xocalı nə qarışdı? Xocalı gözəl şəhər. Necə elin var idi? Ürəyinin başında heç miskinim var idi. Vətən məni çağırır. O müthiş gecəni çək.
Vətən məni çağırır. O nakam körpəni çək. Vətən məni çağırır. Ağ bir çək, ananı çək. Vətən məni çağırır. Beşikdə yananı çək. Vətən məni çağırır. Ağsaqqal qocanı çək. Vətən məni çağırır. Körpəsi yandırılmış o kömür beşiği çək. Vətən məni çağırır. Düşmənlər yandırdığı evi çək, eşiği çək. Vətən məni çağırır. Anasının bətnindən zor ilə çıxarılıb soyuqdan donanı çək. Vətən məni çağırır. Sinəsi bölümlənib, ürəyi çıxanı çək. Vətən məni çağırır. Yaraqsız döyüşçünün kəsilən qol qıçınıb dağılmış başını çək. Vətən məni çağırır. Adına türk deyilən, ala gözü ovulmuş o məsum sonanı çək. Vətən məni çağırır. Baş dərisi soyulmuş, gözü ovduna qoyulmuş, sarıları asılmış, boğazları kəsilmiş, lay divar oğlanı çək. Vətən məni çağırır. Düşmənin tapdağında kül olmuş vətəni çək. Kül olmuş vətəni çək. Çəkdim, yaddaşa qoydum. Dərdimi qoşa qoydum. Tarixa sirdaş kimi bu lentdə mən də varam. Cüt qoşa qardaş kimi, tarixa sirdaş kimi. Çəkdim, yaddaşa qoydum. Dərdimi qoşa qoydum. Sen özün bir gül idin, vətənimdə, elimdə. Yanıqlı boyatırsan, indi ana dilimdə. Əzizim, qandı, haray. Dörd yanım qandı, haray. Namərdlərin əlində, Xocalım yandı, haray. Əzizim, od tutubdu, od yanıb, od tutubdu. Qırılıb Xocalılar, torpağı yad tutubdu. Əzizim, nədən oldu? Soğulub, gədən oldu. Xocalı təkər yandı. Bilmədim nədən oldu. Əzizim, nədən deyim? Ruh deyim, bədən deyim. Xocalı oda yandı. Ahını nədən deyim? Əzizim, atmadım mən. Oyaqdım, yatmadım mən. Xocalı tək torpağı itirdim, satmadım mən. Əzizinəm, güc gəldi. Yağı bizə güc gəldi. Əzizinəm, binələr. Yadda qaldı binələr. Nə olar, higit əllərim, düşmənləri yenələr. Əzizim, pis dərsdir, qoyma gələk pis dərsdir. Azad ol mənim könlüm, qov ürəkdən pis dərsdir. Əzizim, uçdun neylim? Əlimdən uçdun neylim? İndi Xocalı ruhu bir gəlib quşdun neylim? Əzizim, soldu köçdü. Dərd bizə oldu köçdü. Yer kürəsi eşitsin. Xocalı doldu, köçdü.
düşmək adətdir. Düşmənə əsir düşmək, yesir olmaq pis dərddir. Əzizim, çəkərik biz. Bu dərdi çəkərik biz. Bizdən nifrət yox idi. Təzədən əkərik biz. Əzizim, yaşım var, sirim var, sirdaşım var. Xocalı tək dərd yoxdur. Hər dərd gələn başım var. Əzizim, torpaq gedir, əlimdən torpaq gedir. Sevinməsin düşmənlər, başımızda haqq gedir. Əzizim, damsız qaldı, binəsiz, damsız qaldı. Özgəyə mit oldu, filtəsiz, şamsız qaldı. Aləmə cəh çəkdi Rus xalqı bir vaxt. Qırdı Alman bizi, qırdı dünyanı. Almanın əskəri mədəni idi. Çəkirdi tüfəngi, alırdı canı. Bəs sənin əskərin neylədi bilsən? Söylə, dinç Xocalı neylədi sənə? Dağ çəkdi, dağ çəkdi. Cavab ver mənə. İnsan da insanı yandırarmı heç? İnsan da insanı boğazlayarmı? Qarşında dayanmış müqəddəs körpə. Onun bu dünyada günahı varmı? Cavab ver sözümə, səni qan içən! Sən axı insansan, vəhşi deyilsən. Tutduğun işlərdən peşman ol bir. Bu dünya sən görən dünya değildi. Durar gözlərinə günahsız qanlar, sorğusuz, sualsız ölən o canlar. Günahsız körpələr, qızlar, qarılar. Ey canlar, başına dünya dar olar. Qoca tarix səndən cavab istəyər. Bir şair sözümə cavab verindi. Bir şair sözümə cavab verindi. Cavab ver! Soyun Qorqud soyun, köküm Koroğlu, Babəkın ömrümün iftiharıdır. Nizami xəmsəsi, müqəddəs, ulu, dünya möcüzəsi, dünya varıdır. Tanınır babamla adım dünyada, Nasimi faciəm, Nəsimi əzmim, Füzuli qəzəldə döndü ustada. Nəyimə gərəkdir təbliğ əzizim? Yandırması məni qoy yad elillər. Sındırması məni acı dilillər. Mən özüm boydaca torpağım, qanım. Mən özüm boyda bir Azərbaycanım. Üzündə qaş olaram, ana vətən. Torpağında daş olaram, ana vətən. Mən hamıdan baş olaram, ana vətən. Bal suyuna, saf havada qurban olum. Əziz məlhəm dərdəvada qurban olum. Mənzilinə, sol yuvana qurban olum. Eşit mənim sözlərimi, ana vətən. Yerə qoyma dizlərimi, ana vətən. Sənə sadiq bir balanam, eşqi təmiz. Sənə olan məhəbbəti, dərya, dəniz. Əzəl daşdan adın olubdur, qibləmiz. Dönmə, sınan murazlara, ana vətən. Qan axmasın arazlara, ana vətən. Ulu haqqım səni sevər, sən azad ol. Düşmənin bəlasın verər, sən
desin. Qılıncımız, qalxanımız vətən desin. Ölənlərin əvəzinə qalanımız vətən desin. Vətən desin. Qəlbimizin hər durğusu, hər vurğusu vətən desin. Çox yatdıq, çox mürgülədik qoca millət. Mürgülədik. Qoşa-qoşa dağlarımız oğurlanıb. Düzlərimiz, çaylarımız oğurlanıb. Çöllərimiz, göllərimiz oğurlanıb, oğurlatdıq. İndi saysaq, saya sığmaz daha nələr, nələr oğurlanıb. Yer üstündə xəzinələr, yer altında dəfinələr oğurlanıb. Qoca millət, hər andımız, amanımız, əgər varsa zərrə qədər imanımız vətən desin. Hər yaxşımız, yamanımız vətən desin. Əli kəsik, dili kəsik uşaqlar var. Hələ dustaq, körpə dustaq vətən deyir. Bu nə külək, bu nə bulud, bu nə yağış, bu nə qardır. Didərginlər üzərində susub durdu. Vətən dedi. Mürgülüsən qoca millət. Daha möhkəm, daha ötkəm gəlsin səsin. Vətən desin. Qoca millət. Bugün gərək hər andımız vətən desin. Vətən desin. Vətən desin.
Çox sağ olun, təşəkkür edirik Günay mahnı ansamblinə, balaca balalarımıza, hər biriniz gələcəyimizi bir qəhrəman oğlu, bir qəhrəman qızı və vətəndaşısınız. Çox sağ olun ki, tariximizi unutmursunuz, yaşadırsınız və yaşatdırırsınız. Bizə yenidən o illəri, o günü yenidən yaşatdınız, yadınıza salınız. Düzdür, biz kədərə, qəmə boğulduq, amma bu yenə də bizim tariximizdir. Biz bu günü unutmamalıyıq və bunu hər an yadımıza salmalıyıq, düşmənimizi tanımalıyıq və möhkəm birlikdə, bir yerdə güclü olmalıyıq. Çox sağ olun, var olun, gələn ayaqlarınız var olsun. Təşəkkür edirəm hamınıza. Bir daha mən istəyərdim ki, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Akademik Nalə xanım və Vəlixanlıya öz təşəkkürümüzü bildirək ki, bu şəraiti bizə yarattığına görə və bugünkü tədbirimizi keçirtməyə icazə verdiyinə görə təşəkkür edirik. Большое спасибо всем присутствующим, большое спасибо администрации этого исторического здания, это сакрального здания Зейналабдина Тагиева, администрации дирекции Музея истории Азербайджана. Я благодарю также Зелянгиз Хану за то, что она написала такую трогательную поэму. Я также благодарю Айгюн Заманлы, которая в свое время, очень давно, пришла ко мне и сказала: Лариса Ханум, есть такая поэтесса, есть такая поэма. Не могли бы вы ее инсценировать? Мы за это дело взялись, и много лет уже мы с глубоким удовольствием, почтением, и я считаю, что это самое лучшее воспитание детей, играем эту поэму. Мы ее последний раз сыграли в 2020 году, потом началась пандемия, а в этом году я захотела ее восстановить, потому что эта тема актуальна и всегда будет актуальна. И дети должны знать, и взрослые должны знать, я считаю, они должны пропускать это через себя, слушать, смотреть и знать свою историю. И я считаю, именно таким образом я очень благодарна моим детям, которые чувствуют, когда мы репетируем эту поэму, они пропускают сквозь свое сердце, сквозь свою душеньку, они плачут, они понимают. Я считаю, это самое важное и самое главное, когда в воспитательных целях, да, посмотрели душераздирающие картинки, нарисовали в школе, их заставили что-то нарисовать, но когда они это вынимают из сердца, из души, это в них останется навсегда. Они вырастут, у них будут свои дети, но они будут это чувствовать и правильно будут подавать нашу историю. А это самое главное.